Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Aşıq Namiq Fərhadoğlu iddialı açıqlamalar verib. Demokrat Az Milli Aza istinadla xəbər verir ki, sənətçi ona ünvanlanan təhsil ocaqlarında niyə dərs deməməsi barədə sualı cavablandırıb. Saz ifaçısının fikirləri müzakirələr yaradıb. Mən kimdənsə söz götürməyi sevmirəm. Bir neçə kanalda işləmişəm. İclas olanda kanal rəhbərliyi çağırırdı. Deyirdim ki, sözünüz varsa telefonla yığıb deyin. Mən sənətkaram, ustad oğluyam. Universitetə dərs deyib, kiməsə belə getdin, niyə elə etdin demək, səhər 9-da barmağımı stola vurmaq mənlik deyil. Müəllimlər hamısı gözəldir, mən tabi olmağı sevmirəm, uca Rəbbimə tabiyəm. Onun qarşısında baş əyirəm, digər baş əydiklərim atam anamdır, əlhəmdülillah, 50 uşaq hazırlaşdırıram. Universitet müəllimlərindən 10 dəfə çox qazanıram, ona görə əlavə şeylərə ehtiyac yoxdur.